Deməli, bundan əvvəlki videolarda dedik ki, belə deyək də, imtahana necə hazırlaşmalı və yaxud imtahanda necə etməli və son videomuzda demişdik ki, növbəti videomuz cavab atmağın yolları haqqında olacaq. Əslində bunun heç tərəfdarı deyiləm və yaxud bu barədə tövsiyə vermək kimi belə deyək, fikrim yox idi. Sadəcə sizdən gələn belə deyək, mesajlar üzərinə və yaxud yorumlar üzərinə düşündüm ki, mən də öz təcrübəmə əsaslanaraq hər hansı bir belə deyək də məqamları sizin diqqətinizə çatdırım. İlk öncə tövsiyə eləmirəm cavab atasınız. Yəni bilmədiyiniz sualları cavablamamağınızın tərəfdarıyam. Çünki bir şəkildə xüsusilə bu qapalı sualdırsa, yəni sizdən belə deyək də 5 cavabdan birini atırsınızsa, bunun doğruluq payı 20%dir və ehtimal çox azdır ki, siz orada o cavabı düzgün tapa biləsiniz. Yəni atmaqla düzgün cavab tapmaq arasında ehtimal çox azdır. Ata bilərsinizmi? Bəs suallarda, bəli, bəzi suallarda, baxırıq hansı suallarda. Məsələn, əgər məsələn belə deyək də, bir sualdır və siz o sualı bilirsiniz bir şəkildə, amma